Venezuelada baş vermiş iki zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb. Xəsarət alanların sayı isə 4300 nəfərə qədər artıb. Bu barədə Telesur TV Venezuelanın Səhiyyə naziri Carlos Alvaradonun bəyanatına istinadən məlumat yayıb. İlkin məlumatlara görə 157 nəfər itkin düşüb, 200 nəfər dağıntılar altında qalıb və 2927-dən çox ailə zərər çəkib. Bundan başqa infrastruktura ciddi ziyan dəyib. 250 bina və 8 xəstəxana zədələnib. Dağıntıların epicentri 100-dən çox binanın çökdüyü və xilasetmə işlərinin aparılması üçün 11500 təhlükəsizlik xidməti əməkdaşının yerləşdiriləcəyi La Guairadadır. Salvador və Dominikan Respublikası artıq yardım briqadaları göndərib. Birləşmiş Ştatlar isə xüsusi əməliyyatların həyata keçirilməsinə icazə verərək onları qüvvədə olan sanksiyalardan azad edib və humanitar təşkilatlar vasitəsilə 150 milyon dollar ayırıb. Paytaxtda əsas hava limanındakı problemlər səbəbindən hava əlaqəsinin pozulması Iberia və Air Europa aviaşirkətlərinin reyslərinin ləğv edilməsinə gətirib çıxarıb.